Bu bilirsiniz də Xaçatüryan məsələsi, Vaqif Xaçatüryan məsələsi. Deməli, diqqət edirsiniz dostlar. Əslində düz deyil, İlham Əliyevə qarşı sözümüzü deyirik. Bunların bu xain rejiminə qarşı sözümüzü deyirik. Bunların atdıqları addımlar, bunların əməlləri düşmənlərin, xainlərin əməlidir. Yəni bunların elədiyi bu humanist adı altındakı bu alçaqlığı, bu uğraşlığı, bu düşmənçiliyi yalnız və yalnız düşmən eləyə bilər bunu bizə. Xainlər eləyə bilər. Təbii ki, İlham Əliyevə, onun rejiminə deyirik sözümüzü. Amma buradan Azərbaycan xalqına səslənirəm. Özünə vətənsevər deyənəm, nə bilim, millətimi sevirəm, vətənimi sevirəm, canım qurban, nə bilim, ürəyim qurban. Bu sözü deyən adamlara səslənirəm. Xaricdə, daxildə hamıya aiddir. Yəni, adamlar açıq-aşkar sizi təhqir eləyir. Açıq-aşkar sizi təhqir eləyir Azərbaycan xalqı. Yəni, Xocalıda 25 nəfəri qətl eləyən, hətta bunun yanında bir neçə nəfər də azad eləyiblər. Buraxıblar, əməlli başlı təmtəraqlı qəşəng yola saldılar, Ermənistana getdi. Heç bir təhlükədə olmadan. Siz təsəvvür edirsiniz, siz nələr baş verir? Bizi qətl eləyən, bizə soyqırım eləyən, bizə uğraşlıq eləyənləri bu günlərim azad buraxırlar. Bu, sən xalqı təhqir eləmək deməkdir. Yəni, bilirsiniz dostlar, bunların bu elədiyi bu hərəkətdən sonra bunlara qarşı mübarizə aparmamaq, yəni vicdanlı olmaq demək deyil. Yəni sən bir Azərbaycanlı olaraq, Azərbaycanın bir ləyaqətli oğlu, qızı olan hər kəsə aiddir. Kim ki deyir vətənimi sevirəm, millətimi sevirəm, nə bilim gələcəyimi düşünürəm, milli anlayışı varsa, doğrudan da bu vətənə sevgisi varsa, nədən bu sevginin qarşısındakı bu düşmənçiliyə qarşı heç zat demirsiniz? Sözünüzü demirsiniz. Bunların etdiyi alçaqlıqdan sonra siz tutmamalısınız. Siz mübarizəyə qoşulmalısınız. Bunlar sizin analarınızın, bacılarınızın, qardaşlarınızın, körpələrinizi qətl edən alçaqları bu günlərim azad eləyirlər. Amma sənin sözünü deyənləri linc eləyirlər, öldürürlər, məhv eləyirlər, anamızı ağladırlar. Və sən hər tərəfli səssiz qalmışsan. Sənin sözünü deyəni də öldürürlər, döyürlər, ölkədən qovalayırlar, başına minyon açırlar. Qardaş, bunu da sakit qalmışsan, bunu da müdafiə eləmirsən. Sənin Xocalıda ananın, bacının, qardaşının, körpələrinin qarnına şiş soxan uğraşlar bu günlərin ölkədə at oynadırlar. Sənin düşməninin, sənə xəyanət eləyəni İndi erməni ilə sülh olsun, sülh olsun, humanist davranaq, düşmənçiliyə son qoyaq. Bu ayrı bir məsələdir. Amma sən qatili azad edirsən, sən onu azad eləməklə, yəni göstərirsən ki, mən humanistəm. Yəni dünyanın heç bir yerində, heç bir qanununda, heç bir vicdana sığan, heç bir nə bilim, ədalətə, qanuna, insanlığa, məntiqə sığan bir şey deyil bu. Bu erməni olmur, istəyir kim olur olsun. Bu cinayət eləyib, bu qətl törədir. Bu xəyanət elib, belə adamlara, o nə humanistlikdir, o hansı qanundur elə, harada yazılıb o elə. Sözünü deyən vətən xaini olur, milləti qətl eləyən qardaş, azadlığa buraxılır, ona qarşı humanist davranırlar, hətta bunu yayırlar. Və sən millət olaraq, hara baxırsan, səndən millətsən sən, ay Xocallılar, ay Qarabağlılar, siz nətər adamsınız? Xəcalət çəkirsiniz, utanırsınız siz. Böyle bir yere girirsiniz, kim ki bu meseleye sesini çıkartmırsa onlara aittir. Utanırsınız, öyle bir yere girirsiniz siz. Ha? Danışanda vicdanla danışırsınız, ləyaqətdən, şərəfdən. Hani be şərəfiniz, hani vicdanınız? Hani ləyaqətiniz? Yeter, ayıpdır, özünüze biraz hörmət edin, bir kişisini, bir adamlığınız olsun, buna da belə. Yəni, mən deyərəm, inanmarsan, nə bilim, mən danışaram, həqiqəti deyərəm, deyərsən, siyasətə qarışmıram, mənlik deyil, onsuz da deyirsiniz, bədbax adamlarsınız, arvad uşağınızın haqqını uğrayırlar, həyatınızı məhv edirlər, balalarınızın gələcəyini məhv edirlər, utanmırsınız, qızarmırsınız, bu qədər zülümlərin qarşısında utanmadan deyirlər ki, biz siyasətə qarışmırıq, bizlik deyil. Sonra da bizə vətən sevgisindən danışırlar, sonra da bizə, nə bilim, millət sevmək, Qarabağ sevmək,
Güya bunlar Xocalının dərdini çəkirlər. Hani be? Hani be? Ha bir mübariz olun, bir diri olun. Ben bayaq dedim, mən deyərəm inanmarsan, deyərsən siyasətə qarışmıram, məşə danışırlar, mənlik deyil. Ancaq qarnının əsiri olarsan, onu bildik. Amma bunu ki mən demirəm, özləri eləyirlər. Sənin qatilini azadlığa buraxırlar. Sənin qanını tökəni, körpələrinin qarnına şiş soxan, hamilə qadınlarının qarnına şiş soxanları azadlığa buraxırlar. Sən də millət olaraq, Xocallılı olaraq, Qarabağlı olaraq, nə bilim, Talış hamımıza aiddir, hamımıza. Sən buna susursan sən. Və utanmadan, qızarmadan da şərəf, ləyaqət, ağıl, vətən sevmək, bəsdirin, ayıbdır, özünüzə hörmət eləyin, artistlik eləməyin, ikiyüzlü olmayın. Sən nə təhsən bu vətəni sevirsən, nə təhsən milləti sevirsən ki, sənin düşmənlərini bu gün azad edir, sənin sözünü deyənlərə zülüm yaşadır. Ədalətli insanlar, sözünü deyən kişilər zülüm yaşayır, zülüm əziyyət çəkir. Türmələrə doldurub başına minyon əsirlər. Və sən də susmağı seçmirsən. Utanmadan da susub, bütün şərəfsizliyə, fahişəliyə, əxlaqsızlığa, öz başınalığa, rüşvətxorluğa, alçaqlığa yol açırsan susmağından. Qardaş, sən nə ləyaqətdən danışırsan, nə namusdan, nə şərəfdən, nə vətən sevmək. Siz kimi qandırırsınız? Bu nə məntiqdir, bu nə ağıldı başınızda gəzdirirsə, bədbaxtlar, yazıqlar. Və bir millət olmayasınız siz. Bəyənin dostlar, bəyənin, paylaşın. Ayıbdır sadəcə, qardaş. Bu sadəcə ayıbdır. Yəni, bir millətin evladı fərq eləmir, istəyir daxildə, xaricdə, qadındır, kişidir, kim olur olsun, kişi. Məni bəyənməyə bilərsən, mən deyərəm, inanmayarsan, siyasətə qarışmayarsan, mübarizəyə çağıranım, qorxarsan, qarışmarsan, gedib qarnının əsir olarsan, nəfsinin köləsi olarsan, o ayrı bir şeydir, bilirik. Onsuz da olsunuz, eləsiniz. Bədbaxsınız siz. Zülmə yol açan bədbaxlarsınız siz. Vallahi belə hərdən deyir ki, məzlumun səsi var. Qardaş, belə məzlum olmur, başına dönüm sənə. Belə məzlum olmur, məzlum dediyimiz belə olmur. Məzlum ona deyirlər ki, uğrunda savaşarsan, səni güc görər, sənə dəstək verir, o da başlayar savaşmaq, o da gələr sənin yanında durar. Belə məzlum olmur. Heyvan kimi qarnını düşünən, təkcə qarnını düşünən, nəfsinə kölə olan adamlar, qayıdıb bizim millət sevməkdən danışırlar. Bayraq üçün ölərəm, nə bilim, nə qararam, ha vaxt öləsən, ha vaxt canımı verəsən. Dindirəndə deyir, canımı verməyə hazıram. Ha vaxt. Bizi qırırlar, öldürürlər. Bizi öldürəni bu günlərim azadlıqda kep eləyir. Təkcə bu Xaçatüryan məsələsi deyil ki. Təkcə o məsələ deyil. Ölkənin daxilində məmurlar, nazirlər, polis rəisləri, bizi öldürənlər ölkədə gəzirlər, kefdədirlər. Əlin qolun sallayıb gəzir. Və buna da sən millət olaraq susmusan. Susmağına da bəraət qazandırmaq üçün, haqq qazandırmaq üçün bəhanələri meydana keçirdirsən. Dədəni də bəhanə gətirsən, ananı da, arvadını da, uşağını da, bacını da, özünü də, işini də. Belə nə gündə sizərsiniz? Nə abıra düşmüşsünüz, bədbaxtlar, yazıqlar. Şuur ağlı qarnı üçün işləyən bədbaxtlar. Zaman keçdikcə bu məsələlər belə üzə çıxır. Xaçatüryanın zadın belə azad olması, təmtəraqlı ölkədən Ermənistana yola salınması, hətta Ermənistanda deyir müalicə alır, onun müalicə alırsa onun pulunu da İlham Əliyevə ödətdirirlər. İlham Əliyev də bizdən alır o pulu, bizim haqqımızdır. Dədəsinin haqqı deyil ki, bizdən alır, verir ora. Onun müalicəsinə. Amma İlham Əliyev bir dəfə Xocallı məsələsini nə beynəlxalq aləmdə, nə bilim Avropa insan haqları, heç arada bu məsələni bir dəfə İlham Əliyev dilinə gətirib demir ki, bir saxla görək ki. Saxla görək, bu demokratiya, danışırsınız, elə pülürsünüz. Dayanın görək ki. Dayanın. Xocallıda mənim millətimin, evlatlarının, körpələrinin, bir dəqiqə, körpələrinin qarnına şiş soxan erməni terrorçuları, bunlar hardadılar? Bunlar necə cavab verəcəklər? Bizə bu qədər zərbə vurur bu ermənilər. Xocallıda qətliam eliblər, torpaqlarımızı zəbt eliblər, nə qədər insanların malı, mülkü dağılıb. Bunun hesabatını kim verəcək? Bir dəfə İlham Əliyev bunu deməyib. Deməyib, bir dəfə dilinə gətirib deməyib. Bu millətin müdafiə eləmir, bu millətin düşmənidir. Düşmənə qarşı mübarizə aparın da.
Düşmana karşı direniş gösterin de kardeş. Dehşet değil millet sadece. Beğenin dostlar, beğenin, paylaşın. Ayıp değil sadece. Millet özünü ilə aparır ki, kardeş, suskunluk bir şey değil. Ben başa düşürəm, indi ortalıqda oyun oynayırlar. Ne bileyim, muhalefet adı altında, siyasetçi bloger adı altında. Bilirik de oynayanlar var, oyun var. Fitne fesat var. Allah'dan ələ salan var. Anlayırıq, başa düşürük. İğrəşlik yaradırlar. Fitne fesat törədirlər. İnsanlar baxır belə deyir bəzilərində. Var da belələri. Kimə inanaq? Qardaş, ehtiyac yoxdur sözə. O addımı da atmağa ehtiyac yoxdur. Kimə inanaq? Ehtiyac yoxdur bu şeyə. Özün varsan, Allahın var, vicdanın var, bir kişiliğin var sənin, bir ləyaqətin var sənin. Tutardı getdi. Qarşında bir haqsızlıq var, duruş gətirməlisən. Bəyəm ona kimsə lazımdır sənə? Vuruşmaq lazımdır, mübarizə aparmaq lazımdır. Təbii ki, təşkilatlanmaq çox önəmlidir, təşkilatlanmaq lazımdır. Amma indiki halda, yəni meydandakılar elə bir abırdadır ki, yəni təşkilatlanmaq, xalqdakı görürsünüz də, bayaq dediyim kimi, hamı özünü düşünür. Kim rahatını tapırsa zülmə yol açır. Zülmə yol açır. Bu millət belədir də, yəni şərəfi namusu olmaqla deyil ki, qriyyatı ləyaqəti olmaqla deyil ki, ağıl qarın üçün işləyir, ağıl nəfsi üçün işləyir. Dəyərlər imiş, gələcəkmiş, millətin xilasıymış, Azərbaycanda müstəqil məhkəmənin olması, ədalətli bir dövlətin qurulması, bunun üçün işləmir ağıl. Ancaq poxlu qarın, yaxşı yaşamaq, yaxşı maşın sürmək. Qutardı getdi, ləyaqətli oğlanam, belə oğlanam. Mən qutardı, mən yaxşı oğlanam, heç özümü deyən oğlanam. Kimə çayxanada, kimə 5 nəfərin yanında. Mən neyinə bunu, gəl İlham Əliyev edənə, nə sözümü? Gəl bu rejimə deyinən, qardaş. Məsələ budur, əzizim. İndi ortalıqdaşlar gene de deyirəm, oyun oynayır, hələ salır cəmaatı, fırfırıldaq edir, başa düşdü. Amma qardaş, o demək deyil axı, bu səbəb deyil sənin mübarizəyə qarışmayasan, qarşısında duruş gətirməyəsən, əksinə sən bunlara qarşı duruş gətirməlisən. Yalan var, fırıldaq var, ikiyüzlülük var, qardaş, direniş göstər. Direniş göstər, meydanına sahib çıxsın. Sən xalq olaraq birləşmək istəyirsən, təşkilatlanmaq istəyirsən, amma fitnənin, fəsadın qarşısında duruş gətirmək istəmirsən. Nətər birləşəsən sən? Nətər? Sən birləşmək istəyirsən, mən birləşmək istəyirik, qarşımızı kəsirlər. Yalanla, palanla, oyunlarla qarşımızı kəsirlər. Çıxırlar efirlərdən, biz sizi azad edəcəyik, xilas edəcəyik. Adamın niyyəti, məqsədi, amalı ancaq pul qazanmaq. 5-6 nəfər yığıblar başlarına, tökürüblər ekrana, hərəsində bir dənə kart verir. Kartı var, pul kartı. Davay pul göndərin, 3 dollar göndərin, 5 dollar göndərin, sizi xilas edəcək. Gələcəyinizə pul qoyun, pul yatırdın. Qardaş, biz belə olmur axı. Bunlara qarşı sözümüzü deməliyik, bunların sinəsindən tutmalıyıq, tələb eləməliyik. Olsun o birisi özünə bloger deyən. Belə deyil axı, qardaş. Beləliklə təşkilatlanmaq olmaz axı. Yəni təşkilatlanma deyəndə ideya olmalıdır. Təşkilatlanma ideya olur, o ideyaya xidmət edirsən. Təslim olursan o ideyaya. Belə yox ki, qardaş. Belə yox, çıxıb ortalıqda o biri də bir tərəfdən bütün qonşu ölkələri bizə düşmən edir. Sonra da nə bilim, gəlin birləşək, xilas olaq. Qardaş, mən anlamıram, yəni bu düşmənçilik siyasətini mən necə birləşdirəsən sən? Nə fasonda? Yəni, biz dostlar, özümüz millət olaraq oyaq olmalıyıq, ayıq olmalıyıq. Adamların apardığı işi dəqiq bilməliyik, dəqiq anlamalıyıq. Ki, bunlar nə deyir, nə danışır, bizi hara çağırırlar, nə eləmək istəyirlər, qardaş? Ağıllı olmalıyıq, şuurlu olmalıyıq.